Zuckerberg'in videosunu görməmsən? Apple Vision-la bağlı. Adam oturub konkret yəni Apple Vision success-ını görür ki, cəmaət onda gəzir, alır, tərifləyir və s. Konkret oturub review eləyir, deyir ki, axı bizdə də var axı, bizdə də valla bu bizdə də işləyir, valla bizdə ondan yaxşıdır, valla bu belədir, qiyməti də 3 dəfə ucuzdur, valla bu belədir. Hə biraz bunu tutaq ki, resolution şeydir, amma bizimki niyə istifadə edirəm? Yəni konkret belə bir aura ilə review eləyirdi ki, istifadə elədim, tamam, yaxşı, bəs bizim malımız qaldı. Yəni insanca məsələn bu кейsdə Apple Vision-la Oculus-un arasındakı fərq nədir ki, texnoloji olaraq yuxarı-aşağı eyni şeydir. Mənim fikrimcə, oradakı prinsipial fərq məhz product vision-dadır. Yəni ki, Facebook stavkanı edib social network-a və insanları birləşdirməyə əsas fokus odur ki, software bir də ki, deyirdi ki, insanları birləşdirirəm də metaverse-də gələcəklər, orada bir-birləri ilə tanış olacaqlar, nə bilim, belə görüşüb danışacaqlar. Əsas produktun vizyonu budur. Buradakı produktun vizyonu productivity hardware-dir. Sənin produktivliyi artırıram. Sən gəzə-gəzə eyni anda da burada mesaja cavab verəcəksən və yaxud evdə televizor bura qoyacaqsan, nə bilim, YouTube-u bura qoyacaqsan, buradan nə bilim 5 dənə skrin qoyacaqsan. Onun üçün high resolution lazımdır ki, o adi skrindən kompüt eləyə bilsin də. Məncə belə bu bir dənə prinsipial fərq. İndi o vizual daha qəşəngdir falan qoyuram qırağa, praktikliyi. Amma produktun visionları fərqlidir. Elə bir vurduqları nöqtələr fərqli. Produkt eyni produktdur. Ola bilər. Elə bir ikisi də bıçağı istehsal edir. Biri samuray qılınc. Samuray qılıncı, biri də balta düzəldir. Ya nə bilim, ya da ki, mətbəx bıçağı. İkisi də bıçaqdır, amma şeyləri fərqlidir.